Sizcə 2 sumka oyuncağa nə qədər vermişəm? Deməli keçən dəfə Lalapoda bir elan qabağıma çıxdı. Bir dənə oyuncaq seti, hamısının qiyməti 5 manat idi. İndi içindəkiləri göstərim sizə. Deməli belə seyirlər var. Deməli belə puzzle'lar var. Uşaqlar üçün maraqlı. Bunlar hamısı öz açacağım obyekt üçün götürmüşəm. Daha sonra belə həm oyuncaqlar, həm burada kartlar var. Daha sonra belə bir əlifbadır, düzdür, rusçada mı olsun. Belə bir ingilis səhifası bunu açmışam, baxmışam yolda, çünki çox maraqlıdırlar. Daha sonra belə bir puzzle. Yəni ən daha çox puzzle vardı. Bu qoğalını özüm üçün götürmüşəm. Bu puzzle'da 150 dənə belə balaca hissəli. İndi bu yığılma videosunda paylaşacağım. Daha belə bir puzzle var. Hələ bu birinci klopumuz idi. İkinci klopda belə oğlumun vazgeçilməz gün olar. Yenə bu kvadrat puzzle yenə. 1, 2 adet puzzle. Belə bir balıq tutma oyuncağı. Və belə bir dinozavr kartı. İndi bunu açıb sizə göstərəcəm. Belə çox maraqlıdır. Mənim oğlumun dinozavra çox marağı var. Bu dəfəki videomuz bu qədər.